Amma zaman gələr, bu böyük Tağlar kəndində də geniş çəkilişlər eləyərəm. Hazırda bilmirəm kimin evidir. Hər halda peyk antenası olub, ermənilərdən də yaşayanlar bəlkə də olub. Qalxıram, heç kim yoxdur. Bu kənddə bir nəfər də olsun yoxdur yaşayan. Evləri görürsünüz. Böyük Tağlar kəndi. 2 mərtəbəli ev olub. Orada da bir ev. Burada da evlər var. Tağlar böyük kənd olub. Ermənilər yaşayıblar. Yenə də deyirəm, qəfil gəldiyim üçün birbaşa bildiklərimi bölüşürəm sizlərlə. Yuxarıda da var evlər. Böyük Tağlar. Burada da var. Görürsünüz. Kəndin şimal hissəsidir bura. Kənd havası da möhtəşəmdir. Görünüşü də möhtəşəmdir. Dağlar qoynunda. Bu hələ bir küçədir də. İndi təhlükəsizlik baxımından bilmirəm nə var, nə yox. Amma istənilən harda böyük Tağlar, böyük kənd olub. Birinə keçib bir səfər baxaq, Allah kərimdir. Ya Allah! Hər halda daşın üstündə nəsə olmaz. Deyirəm də, burada da bir növ döyüşlər gedib. Buzovna, Əli Nadir, sonra Gədəbəy. Amma evin tikilişindən bəllidir təbii ki. Aman Allah, nə gözəl mənzərəsi var bu evin. Kəndin əsas hissələrindən birindəyik, amma görürsünüz, kənd özü böyük kənddir. Qəşəng mənzərəsi var. Bunların elə bir istəkləri, bir ideyaları bu olub ki, yaxşı yerdə işğallar həyata keçirsinlər, yaxşı yerdə də yaşasınlar. Bax, ideyaları bu olub. Gədəbəy, Talış, Binə, 493 avtomobil nömrəsi. Bir şey doğrudan da maraqlıdır mənə. Yol gələndə sadəcə bir Wikipediyaya daxil oldum. Bir məlumatları gördüm. İnandırım sizi, biz sosial mediada, o cümlədən o məşhur dünya miqyasında olan saytlarla belə işləməyə bacarmırıq. Zəngəcur yazırsan İngilis dilində və yaxud da Veydibasar və yaxud da Göyçə və s. də indi ermənilər o qədər o saytlardan istifadə ediblər ki, möhkəm öyrədiblər də. Öz istədiklərini yazdırırlar. Hətta demirəm, biz danmalıyıq. Mən nəyi demək istəyirəm? Mən demək istəyirəm ki, biz hər şey olduğu kimi qoyuruq ortaya. Doğrudan beləyik, gizlətmirik. Bir kənddə erməni yaşayıbsa, belə 70% Azərbaycanlı, 30% erməni, onu da qeyd edirik ki, bəli, burada ermənilər yaşayıb, burada qalıblar. Amma onu ermənilər eləmir. Onlar yazmışlar bir kənd haqqında, səhv eləmirəmsə, Qərbi Azərbaycanda yox, unutdum adını. Yazmışdılar ki, müvəqqəti olaraq qovulub gəlib yaşamışdılar Qədim Ermənistan ərazisində. Görünürsünüz.